25 iyun 2001 yıl. Arz ediyor ki Sumqayıtda böyük futbol olsun, biz de onların kolejlikleri olsun. Bu karşılaşmadan tam 24 yıl geçir. O müteşem abava dünenki kimi yaddaşlarımızdan silinmiş. Lakin her geçmişin bir geleceği olduğu halde bu tarihi oyun 24 yıl sonra yeniden baş tutsa. 24 yıl sonra cevap oyunu. Tarih tekrarlanacak mı? Meydanda Sosyal TV kanalı təqdim edir. Köhnə illərin komandalaşları uzun iller sonra yine bir araya gelecek. Bu defa karşılaşma daha çetin ve daha maraqlı olacak. İnkişaf etmiş futbol idman növündə köhnə kalifeylərin duelini izleyeceğiz. Oyunun her saniyesi Amban canlı yayımımızla təqdim olunacaq. En büyük maraq doğuran sual köhnə futbolçuların hazırki futbolla ayaklaşa biləcəklərmi? 31 May 2025 yıl Sumqayıt şəhər Olimpiya Stadionunda bütün suallara cavab tapılacaq. Tədbirdə dəstəyə görə regional sosial təşəbbüslərə dəstək İctimai Birliyinə, Kevçilov restoranına və Dori Meri Group Təşkilatçı Birliyinə təşəkkür edirik. Həmçinin tədbirdə Meyxanaçı Rüfət Nasosunu və DJ DST-ni iştirak edəcək. Narkotika yox deyək. Ruhumuz sağlam, gələcəyimiz parlaq olsun. Təşəbbüs komandasından nömrə 17 Ramil Axundov yanımızdadır. Ramil bəy salamlayırıq. Həyəcan dolu an artıq Amban yaxınlaşır. Düz 21 il öncə yəqin ki siz də bu meydanda mübarizə aparmışdınız. Həmin qarşılaşma da yəqin ki çox maraqlı idi sizlər üçün. Artıq üstündən 21 il ötür və cavab qarşılaşmasıdır. Sizcə nəticə necə olacaq? İlk öncə salamlayıram hər bir oyun iştirakçılarına, bu turnirə qatılanlara. Təbii ki, həyəcan var. 21 il bundan qabaq cavan idik, daha enerjili idik. Artıq üstündən 24 il keçib, 21 yaşımız var idi onda. İnşallah ki, bu deməli ki, dostluq bir yarışıdır, dostluq turniridir, qarşılaşmasıdır. İnşallah ki, yəni öz oyunumuzu göstəririk və bu arada fürsətdən istifadə edib regional sosial təşəbbüslərə dərin minnətdarlığımı bildirirəm. Dori Meri ailəsinə dərin minnətdarlığımı bildirirəm. Kevçilov restoranlar şəbəkəsinə dərin minnətdarlığımı bildirirəm. Bizə dəstək olublar. Maqolov müəllimə dərin minnətdarlığımı bildirirəm və bütün bu turnirdə, bu simvolik oyunda əməyi olan hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Hər iki komandaya da uğurlar arzulayıram. Sizlər də çox sağ olun, bu gün bizim yanımızda oldunuz. Və ən əsas da bugünkü gün məqsədimiz narkotika yox deyək, həmişə sağlam olaq və idman meydanlarında həmişə belə yaşımızın çox olmayına baxmayaraq belə oynayaq, zəfər qazanaq. İnşallah hər iki komandaya da uğurlar arzulayıram, sizlərə də təşəkkür edirəm. Çox sağ olun, Allah sizdən hamımızdan razı olsun. Teşekkür edirik. Uğurlarınız Sağ olsun. olun, siz sağ olun. Öz komandasının daha bir oyuncusu 7 nömrəli oyuncu Emil Quliyev. Emil bəy salamlayıram sizi. Təbii ki uğurlar arzu edirik. Çox çətin bir qarşılaşma olacaq bu dəqiqdir və çox da böyük bir maraq dairəsindədir. Təsəvvür edə bilmirəm 21 il sonra cavab qarşılaşmasında hansı bir tərəf məğlub olsa necə psixoloji təbii ki sıxıntılar keçirəcək. Təbii ki yoldaşlıq oyunu da amma 21 il öncə nəticə necə olmuşdu? Hamını salamlayıram öncədən. Siz də xoş gəlmisiniz. Çox sağ olun ki, bu gözəl təşəbbüsü işıqlandırasınız. Bəli, başdan sizə öz gözəl peşəvizdə uğurlar arzulayırıq. Uğurlarınız bol olsun. 21 il öncə 2001-ci ildə çox gözəl bir oyun oldu. 11-ci mikrorayon. Yəni o futbol çox möhtəşəm idi. Ajataj daşıyırdı. Yəqin ki, buzda da belə olacaq. İnşallah ki, buzda əsas məqsəd belə deyək də müxtəlif peşə sahibləridir. Yığılmışıq hamımız belə deyək də biraz özümüzü yaşlı sayaq. 47-50 yaşın civarında insanlardır. Burada məqsəd odur ki, biz gənclərimizi idmana, sağlamlığa,
və gələcəkdə öz işlərini necə qurmaq uğrunda göstərir ki, yəni pis vərdişlərdən uzaq olsunlar, üzr istəyirəm, narkotika yox desinlər. Yəni onlara gələcək həyatlarında uğurlar arzulayırıq və göstərmək istəyirik ki, biz cavan vaxtı da, uşaq vaxtı bizim əyləncəmiz o bazardığımız şeylər, həyata düşüb küçə futbolundan çıxmışıq hamımız. Bu gün də hamımız yerimizi tapmışıq, şükür Allaha ki, istəyirik bugünkü nəsil və cavan nəsil və gələcək nəsil bu günləri görsünlər. Bunlar da hamısı işıqlansın və nəticə etibarilə yəni ölkəmizdə bütün o pis vərdişlər yox olsun. Bu cavanlar da bizə dəstək olsunlar və hər şey belə deyək də yolunda olacaq inşallah. Uğurlarınız bol olsun. Çox sağ olun. Nömrə 9 Vüqar Yıldırımov regional komandasının üzvü. Salamlayıram sizi. 21 il keçib, bu aydın məsələdir. Amma 21 il öncə nə baş vermişdi və sizcə 21 il sonra nə baş verəcək? 21 il əvvəla salamlayıram. Öncə tədbir iştirakçılarını və tədbiri təşkil edənlərə öz minnətdarlığımı bildirirəm, bizi yad elətdilər. Bildiyiniz kimi də ki, yəni ki, bu narkomaniyaya qarşı mübarizə bir tədbiridir. Bunu da dəstəkləyirəm. 21 il bundan öncə həmin bax bu təşkilatçı Samir qardaşımız, yəni Dori ləqəbli təşkil etmişdi bu çempionatı. Biz onda cavan idik. İndi 21 il bundan qabaq. İndi həmin çempionatı təşkil edib, çox sağ olsun, yığıb, nə qədər bacardığı qədər yığıb uşaqları oynayırıq. Yəni xoş bir təəssüratdır. Yəni sevindirici bir haldır. Sizə də təşəkkür edirəm ki, vaxtınızı ayırmısınız, gəlmisiniz bizə bu cür dəstəkləyirsiniz. Təbii xoşdur, sevinəsən. Hə, təşəkkür edirəm sizə və çox bir gözəl, xoş duyğulardır, hisslərdir. Yəni çox da açıqlaya bilmirəm. Sevindirici bir haldır, dəstəkləyirəm. Yəni belə tədbirlər tez-tez olsun. Əsas məsələ qalib kim olacaq bu gün sizcə? İnşallah qalib. İdealı bir cavab istəyirik. İnşallah hər kəs qalib olmaq istəyir. Amma deyə bilmirsiniz deyə. Bəli, hər kəs qalib olmaq istəyir. İndi inşallah oyun göstərər, oynayarıq göstərər. Həyəcan var. Hiss olunur çox bəli. Yox, çox həyəcan var. 21 ildən sonra stadiona çıxıb oynamaq yaşıl meydana biraz çətindir proqnoz vermək. Kim bacaracaq, kim qalibdir, kim yəni layiqli qoy o da utsun. Məncə burada dostluq, mehribançılıq, qardaşlıq olacaq. Tamamilə doğrudur. Əsas məsələ budur. Ən əsası da narkotika yox deyək. Uğurlarınız bol olsun. Bəli, çox sağ olun, təşəkkür edirəm. Bugün möhtəşəm bir gündür. Möhtəşəm idman layihəsinin mükəmməl icra edilmiş tədbiri günüdür. Məhz bugün 21 il öncə keçirilən maraqlı idman turnirinin cavab oyunudur. Məhz kalifeylərin narkomaniyaya yox deyə şüarı altında maraqlı bir idman turnirimiz olacaq. Fəxri qonaqlarımız da təqdim olunacaq. İlk öncə təbii ki, hər kəsə təşəkkürümüzü bildiririk və açılış günü, açılış mərasimi daha doğrusu açıq elan olunur. Səhnəyə dəvət olur. Regional sosial təşəbbüslərə dəstək ictimai birliğinin sədri Emil Magalov. Hər vaxtınız xeyir olsun Emil bəy. Bu möhtəşəm layihə ilə əlaqədar necə fikirləriniz var? Hamınız xoş gəlmişsiniz, hamınızı salamlayıram. Burada məqsəd həm də gənclərin idmanla bağlı idmana və sağlamlığa sövq edilməsidir. Narkotika yox deyək, niyə yox deyək, necə yox deyək, hansı hallarda yox deyək, narkotik gördükdə necə yox deyək. Bununla bağlı mən sizə gələn dəfə və yaxud bu yarışın sonunda dolğun məlumat verəcəm. Təşəkkür edirik. Təşəkkür edirik bir daha. Sumqayıt klubunun baş məşqçisi, Azərbaycan futbolunun yaşayan canlı əfsanəsi Vaqif Cavadov. Hamınızı salamlayıram və yenidən Eminlərin Cəmiyyətində futbol deyirəm ki, elə bir layihə və Sumqayıtda və bizim ölkədə narkotika yox deməyin bir üsulu var və çox məncə sağlamlıq üsuldur, burada idmandır. İstər futbol, istər digər növlər. Ümidvaram ki, bunun layihəni bizim gənclik nəslimiz bunu görüb və idmana layıqsı daha çox olacaq. Bütün tədbir iştirakçılarına uğurlar arzulayıram.
bu tədbiri təşkil edənlərə çox sağ ol demək istəyirəm və bu layihənin davamını Allah razı olsun. Çox sağ olun. Teşekkür ederim İbrahim Bey. Ve tabii ki fəhri qonaqlarımızdan daha biri. Meyxanaçı, hamımızın sevimlisi. Rüfət Nasusla. Salamlayıram sizi Rüfət. Hər vaxtınız xeyir olsun. Mən də hamını salamlayıram. Emin müəllimə təşəkkür edirəm ki, tədbirimizdə dəvət edilib. Çox gözəl addımdır və bu işdə, bu yolda Emin müəllimə səbir arzunu arzu edirəm. Çox çətin və vacib bir işdə biz də yanındayıq. İstənilən cür dəstək göstərməyə hazırıq. İzlədiyimə görə, Emin müəllimi izlədiyimə görə görürəm ki, bu yaşa uyğun olmayan yüksək templə işləyir. Əladır, Allah işlərimizi müvəffəq eləsin. Çox gözəl təşəbbüsdür. Dəstəkləyirik sizi, alqışlayırıq sizi. Çox sağ olun. Ben de çok isterdi ki Rüfət Bey'in musiki sadalar altında təşəbbüs ve regional komandası meydançaya yakınlaşsın. Sağ olun, çok sağ olun. Teşekkür ederim Rüfət Bey. Ve nihayet teşebbüs ve regional komandaları meydançaya davet oldu. Bu şəkli mənə də atarsın. İyi qalmayır da. Çünki eksternli var. Ya bu problem.
İndi isə bu maraqlı qarşılaşmanın start öncəsi Azərbaycan Respublikasının dövlət himni səslənir. Ve tabii ki şehitlerimizin hatıresine bir dakikalık sükût elan olmuş. Allah rahmet eylesin. Teşekkürümüzü bildiririk Doğru Mary Family Group ailesine. Halihazırda bu muhteşem karşılaşmanın baş tutacak oyunu topunu biz Doğru Mary Group Family meydana getirecek.
layihənin icra olmasında dəstək olan herkese teşekkürümüzü bildiririk. Regional sosyal teşebbüslere destek İctimai Birliği'ne, Keçilov Restoranı'na, Sosyal Plus medya hizmetlerinden Eldar Bey'e, Dorimeri Grup familisinden Samir Bayramova ve İdman Geyimleri Mahir Fettah'a teşekkürlerimizi bildiririk. Tabii ki Keçilov Restoranı'ndan Nusret Bey'i de unutmayalım. Bəli, heyətlərlə sizi tanış eləyək. Regional komandası Qara Geyimləri. Qapıda Azər Məmmədyarlı, 7 komandanın kapitanı Mübariz İldirimov, 5 Ramin Əzimov, 12 Coşkun İsmayıllı, 9 Vüqar İldirimov, 2 Samir Abdulov, 10 Rafael Gulamseynov, 6 İlham Quliyev, 8 Rauf Köçəriyev, 11 Rəhim Məmmədov, 3 Ferman Əliyev, 4 Mahir Sayev, 13 Rövşən Quliyevdir. Teşebbüs komandasının heyetini təqdim eləyək. Qapıda Müşfiq Xasiyev, 7 Emil Quliyev, 17 Ramil Axundov komandasının kapitanıdır. 13 Saşa Astapurov, 10 Vüqar İmanov, 8 Seyran Bağırov, 3 Ramil Muştaqov, 4 Anar Məmmədov, 6 Elnur Həziyev, 9 Tahir Kamilov ve 11 Ceyhun. Bir daha hatırladım. A Game'de çıkış edilir. Teşebbüs. Rakibi regional ise Qara Game'de. Regional komandasından top itkisi. Teşebbüs komandası oynayan tarafta. Solcun alan teşebbüs komandasının hücum hamlesi. Hava ötürmesi numara çatmadı. Bu ise o deməkdir ki Regional'ın golkiperi Azər Məmmədyarlı top oyuna daxil edecek. Yeniden top oyuna daxil edildi. Namik Məmmədkarımov geriye ötürme. Coşkun İsmail'la toplayacak. Ve hesap açıldı mı? Hakime dikkat yetiririk. Yok, gol qeydə alınmadı. Daha önce ise qayda pozuntusu. Teşebbüs komandası top oyuna daxil etməli. Sekiz numaralı oyuncu Seyran Bağırov toplaydı. Yeniden top regional komandasına qayıdır. Meydançağı terk etmek oyunu bitirme var. Uzak mesafeden zərbe çəkdi və yeniden teşebbüs komandasına qaldı. En sağda teşebbüs komandasına kaptanı topa yönlendir. Kapıya doğru zərbə və son anda top kapıda aralı geçti. Tehlikeli zərbənin müəllifi 17 numaralı oyuncu Ramil Axundov idi.
21 yıl önce baş ağrısı olmuştu o komandaya. Ramil Akındov yine formadadır. Hele de devam ettirebilir. Arkadaşlar yatırılacak bir ihtimal ama daha önce regional hücumu var. Gün zərbesi. Gün zərbesi yeditirecek. Gün zərbəsini isə hamımızın yaxşı tanıdığı Namik Mehmet Kərimov yenidir. Daha bir gün zərbəsi bu dəfə digər istiqamətdə. Yenə regional. Başla zərbə də oldu ama top kapının üstündən keçdi. Təşəbbüs qadəməsi. Hücum cəhdidir. Zərbə lazımdı. Gol! 1-0 açıldı hesap. Teşebbüs komandasında Emir Guliyev'in ötürmesinden sonra Seyran Bağırov başla fərqlənir. Teşebbüs 1, regional 0. Əla qırmalı hücum sonda golla nəticələndi. Namik. Birebirde çok tehlikeli oyuncudur. Yine Namik istiqamətini ötürmə gələcək. Namik Mehmet Kərimov 2-10 çətəsindədir. Yaxşı oynadı öz mövqeyində Ramil Muştaqov. Hələ də top onda. Bilevos'un ötürmə. Seyran. Top regional komandasında. Out. Yan xəttdən təşəbbüs. Tahir Kamilov yan xəttdən topu oyuna daxil etdi. Regional hücumu. Ara ötürməsi Marat çatmadı və növbəti out. Təşəbbüs. Təzəkəşlər gəlin, komandaları bir ürəkdən alqışlayaq və dəstəkləyək. Roma baxmağa gəlmişsən bura. Regionalın hücum cəhdi. Namik Mehmet Kərimov. Yavaş oynuyor. Golkiper Müşfik Xasiyev topu oyuna daxil etməli. Hələ ki hesab təşəbbüs 1, regional 0. Riskli zonada top itkisi olabilirdi. Namik Mehmet Kərimov sigortalayır. Hələ hərəkətlər Namik Mehmet Kərimovdan sonda isə ona qarşı qayda pozulur. Təşəbbüsün kapitanı Ramil Akındov qaydanı pozmuşdur. Növbəti hücum. Namik. Ötürmə sol cinahdan və burada isə 13 nömrəli oyuncu. Zərbənin müəllifi Rövşən Quliyev idi. Hesab dəyişməz. Təşəbbüs 1, regional 0. Samir Abdullah'dan ayağlı hareketler.
Mərkəzdən yoxlayır şansını və zərbi qarşı götürmə nəticə vermədi. Topu uğrunda amansız mübarizə. Təşəbbüsdən daha bir hücum cəhdi. Seyran Bağırovdan hava ötürməsi çarpmadı limana. Yine hazır Mehmet Yavuz topuğunu daxil etdi. Coşkun İsmail'la Samir Abdulov. Karşılar teşebbüs üçün şans olabilir. Bağırov. Seyran Bağırov. Komanda yoldaşı Ceyhun uzaktan zərbə geldi mi? Gol! 2-0. Çok mükemmel bir gola imza attı Teşebbüs komandası. Üstünlüğü artık 2 toptu. Abdulov'dan ötürme. Namik Mehmet Karimov. Ara ötürmesi mükemmel. Zərbe lazımdı artık. Vur artık. Zərbe ve kapı direğe. Direk olmayan oldu. Qalqı birində deyəsən toxunuşu var idi. Gün zərbəsi. Çok tehlikeli geldi az önce. Regional komandası. Vaxtında çıxdı topa. Təşəbbüsün təcrübəli qalqı verilmiş Kasiyev. Out. Regional. Qayda pozisiyasına etirazlar var. Hakim şansı verdi. Fair play etti. Namik Mehmet Karimov. Topu meydana çıkarttı. Tahir Kamilov yerde kalmıştı ve alkışa layık hareket. Tecrübeli Sima Namik Mehmet Karimov'dan. Elbette buna göre alkışlama hakikaten de Həsən. Yine Namik. Pressing tədik ediş. Regional komandası top teşebbüsdə. Yeniden regionala qayıtdı. Samir Abdulov. Hava ötürməsi ve son anda Müşfik Kasiyev. Belki de topa dokunması artık. Fark azalacaktı. Ama yine hakim dokunuş yoktu diye şok aldı. Bu bakışta sanki Kasiyev topa dokunmuştu gibi gördüm. Həqiqətən boşluq yaranır ama bu boşluqdan istifadə edə bilmədi. Emil Quliyev az önce şansını boşadı. Abdulov. Tavan ötürməsi Adam. Röşen Quliyevin ise ötürməsi ona çatmadı. Memur Əziyev. Regional komandası toplayan tarafta. Mümkətdə boşluq var. Zərbə olacaq böyük ihtimal və gol! Seyran Bağırov
oyuncunu necə nəzarətsiz buraxdı regionalı müdafiə xətti. 3-0. Müdafiənin bu səhvini əlf etmədi Seyran Bağırov və təşəbbüs 3. Regional 0. Namik Məmmədkərimov. Abdullah. Xeyli irəlidə itirmək var son məsafədən zərbə və belə zərbə Azər Məmmədyanını çətin kimi məyus edə bilər. O da çox yaxşı qalxıqlardan biri hesab olunur. Müşfiq Hasiyev dərhal komandabaşı Elnur Əziyev oynayır. Elnurdan ötürmə sol cinahda. Hava ötürməsinin qarşısını aldı. Regional müdafiə xəttində 9 nömrəli oyuncu Vüqar Yıldırımov. Buna baxmayaraq top yenə təşəbbüsdə. İnari səhv və son anda qalk bir sığortaladı. Ramil. Son zərbə Ramil Axundovdan. Toxunuş var və ikinciden zərbə. Seyran Bağırov nəyə etiraz edir? Götürmə istəyirdi böyük ihtimal. Gün zərbəsi yerinə yetiriləcək. Təşəbbüs. Saşa yaxınlaşma. Saşa. Saşa qayıt, Saşa. Saşa qayıt. Saşa qayıt. Qayıt Saşa, qayıt. Seyran. Qayıt Saşa. Yenidən təşəbbüsdə. Hava ötürməsi mükəmməl. Zərbə olacaq mı? Daha bir çət. Alınmadı. Bu dəfə alınmadı. Lakin növbəti gün zərbəsi yerinə yetirməlidir. Təşəbbüs. Uzaqdan zərbə gələcək ehtimal və top qapının üstündən keçdi. Qayıt. Qayıbı yoxdur. Bir dənəsi geçsə oynayır. Fərman Əliyev. Regional komandasında qalır. Action şansı təşəbbüs komandasında. Zərbə və 4-0. 4-0 oldu. Emil Quliyev. Fərqi bir qədər də böyüdür. 7 nömrəli oyuncu. Yakaladı. Yaxşı boşa vermədi. Emil Quliyev və fərqi 4-0 edir. Namik Məmmədkərimov. Abdullah. Top təşəbbüs komandasında Seyran. Mərkəz xəttə keçdilər. Ötürmə sağ cinahda. Ramil Axundov. Ötürmə sol cinahda. Zərbə və son anda müdafiəçilər. Coşqun İsmail'la imkan vermədi. Burada isə qayda pozuntusu. Namik Məmmədkərimova qarşı qayda pozuldu.
Cərmə zərbəsini isə Samir Abdulov yerinə yetirəcək. Ya da 11 nömrəli oyuncu Rəhim Məmmədov. Tipik bir ev tapşırığı da ola bilər. Abdulov özü yerini itirdi və hakim mərkəz göstərir. Gol. Abdulov gollardan bir növbəsi çıxdı. Təşəbbüs 4. Regional 1. Axundovdan ötürmə. Çatma ünvana. Abdulov. Namik Məmmədkərimov. Yar ötürməsi Allah. Yenə Namik. Ramin Axundov sportaladı. Reaksiya qalıb Kiperdən. Qollardan daha bir nəfəsin çıxmaq çox yaxın idi. Ramil Axundov. Birbaşa mərkəzdə yoxlayır şansına. Amma qeydi. Namik. Yine Namik Məmmədkərimov. Önünü təmizləyir, bu ihtimal zərbə indirdi və son anda müdafiəçilər blokoyda. Təşəbbüsün hücumu. Yan xəttdən regional komandası topu oynaqlayır. Namik. Sert zərbə və son anda qalq Kiper. Müşfiq Xasiyev yerindədir. Kün zərbəsi. Abdulov. Məmmədkərimov. Yenə Namik. Samir Abdulov. Out. Regional. Təşəbbüs komandası yenidir. Müşfiq Xasiyev. Yine uzun ötürmə ünvana çatmadı. Təşəbbüsün daha bir hücumu. Sağ şırtı boşluq tapıldı. Amramsa zərbənin müəllifi 3 nömrəli oyuncu Ramil Muştaqov idi. Geridə git. Hələ ki hesab. Təşəbbüs 4. Regional 1. Ramil Axundov. Qalb Kiper topu oyuna daxil edəcək. Namik.
Müvəqqəti və indi təşəbbüsün hücumu. Seyran. Seyran Bağırov. Müqarimanov. Kün zərbəsi. Təşəbbüs növbəti kün zərbəsi yedəcək. Ünvansız ötürmə və top meydançını tərk etdi. Müşfiq Qasiyev təşəbbüsün təcrübəli qal kiberi topu daxil edir. Azər Məmmədyanlı. Namik. Top təşəbbüs komandasına qaldı. Həll oyun çırmə zərbəsi. Oyuncu götürün də, hamı götürün. Seyran Bağırov topu irəliləyirdi. Bağırovdan ötürməyəm. O zonada komandaşlarının heç kəsi yox idi. Zaydı. Abdullah. Seyran. Azər Məmmədyanlı top oyuna daxil edəcək. Emin ara gelmişsin. Ha Emin. Emin. Çok sıfat. Neymiş bu? Sağ olun. Namik Məmmədkərmov. Out. Regional. Abdullah. Gəlin komandalarımıza birlikte dəstək olmağa başlayaq. Davam eləyək. Təşəbbüs komandasında
Kapitan 17 nömrəli oyuncu Ramil Akundov kimi bildiğimiz mühün alqışlayaq. Regional komandasının kanatları. Bir de regional destek olan alqışlayaq. Hesab elə yenidir. 4-1 təşəbbüsün xeyrinə. Namik Mehmet Kerimov Kerim içərisinə daxil oldu. Ötürə verə biləcəkmi? Daha bir çət. Təşəbbüsün əksün şansı. Yenidən top regionalda. Zərbə! Gol! 4-2. Fəqən oyuncu regional komandasının kapitanı Mübariz Yıldırımov oldu. Teşebbüs 4, regional 2. Yine Namik. Namik Mehmet Kerimov. Zərbə mövqe aktarır. Regional alınmadı. Əvəzində təşəbbüsün hücumu. Yenidən top regionalda. Müşfik Xasif top oyuna daxil etmədi. Möhü topladı. Uzaktan yokluyor ve son anda kalkıver. Ləqəbini eşitməz az qala. Mükemmel gola imza atacaktı. Ramil Akundov idi az önce. Namik. Namik'in zərbəsindən sonra ise top kapıdan aralı keçdi. Az önce Ramil Akundov'un mükemmel zərbəsini izledik. Azər Məmmədiyarlı qapısında möhtəşəm oynadı. Derman Aliyev meydana daxil olur. Regional oyuncusu. Namik. Abdullah. Rövşen Buliyev. Hava ötürmesi mükemmel be. Ay. Kaçtı bu şans. Yanmamsa Mübariz Yıldırımov idi. Sonuncu zərbənin müəllifi. Seyran Bağırov.
Top 4 nömrəli oyuncudaydı. Anar Məmmədovdaydı. Komandabaşı oynayır Anar Məmmədov və son zərbə isə Vigar İmanovdan geldi. Geride. Reşen Buliyev. Vigar Yıldırımov. Növbəti dəfə Müşfiq Qasiyev toplayla daxil edəcək. Məhadan başqa oynayan yox. Rəy Məmmədov meydana daxil oldu regional komandasında. Namik yoxlayır. Namik və top qapıdan aldı geçti. Hücum öncesi teşebbüs komandasında. Azər Məmmədyanov. Haydi arkaya. Namik Məmmədkarımov. Götürmez sağ şınata. Mübariz geriye doğru. Uzaktan zərbə və son anda Rəy Məmmədovun zərbəsiydi bu. İkinciden zərbə. İkinci zərbəsini regionalın ən sərras oyuncularından biri Namik Məmmədkarımov yerine yetirdi. Ve ilk hissem başa çatdı. Teşebbüs 4, regional 2. İkinci sırada yeniden her bir salamıyla ilk insan neticesi. Regional 2, teşebbüs 4. Halledici hisse. Katalakya, kara giyimde çıkış ediyor. Regional, ağ giyimde ise teşebbüs. İkincisi de her iki tarafa uğurlar arz edirik. Namik elə dərhal qapçının alaraq sayıqlarını yoxlayırdı. Müşfiq Qasiyevdən irəli uzun ötürmə. Məmmədkarımov qarşıladı. Namik Məmmədkarımov. Hava ötürməsi və son anda
Namik. Mübariz Yıldırım alsın. Kapyalara zərbə və sonunda qaqibi. Yüzdə qapı direğe. Zərbənin müəllifi isə 13 nömrəli oyunçu Rövşən Quliyevdir. Gün zərbəsi. Samir Abdulov. Uzaq məsafədə geri değil. Yine top Regional komandasında Samir Abdulov, Mehmet Karimov, Namik Mehmet Karimov. Yine gün zərbesi Regional. Top ve zərbə lazımıydı artık. Müdafiəçilər vaxtında kapattı epizodu ama epizod tam hələ ki bitməyib. Namik Mehmet Karimov Abdulov oynayır. Yine out. Regional. Mübariz. Merkeze kadar kaydır top. Namik Mehmet Karimov. Ötürmede Elov ve son anda zərbe karşı ötürmeden sonra. Top kapıdan Maral geçti. Müşfik Kasif top oynadı. Şakısın hücumu. Son zərbe Emil Guliyev'den geldi. Top kaptan Maral'a geçti. Abdulov. Meydanın merkezinde Samir Abdulov topladı. Namik Mehmet Karimov. Mehmet Karimov uzatıyor yokluyor ve sonra da blok koydular. Yine vaktinde kapandı. Müdafiə zonasında teşebbüs. Seyran Bağırov. Yine Seyran. Namik Mehmet Karimov'a geldi. Böyle geçirmeye çok yakınıydı. Namik Mehmet Karimov. Merkezden Samir Abdulov'u topla temin edir. Yine müdafiəçilər topu meydanına çıkarır. Out. Regional. Mahir İsayev. Altıya getirdim. Mehmet Karimov. Onun arkasından müdafiəçilər dəqiq oynuyor. Namil Abdulov. Topu təhlükəli oldu. Namil Abdulov az önce teşebbüs komandasının kapitanı. Selamlar. Sola çekti. Out. Out teşebbüs. Şimdi sıra tenziklerini devam ettirir. Regional komandası bu da tehdit. İlk 2 top geride kapadılar. Teşebbüs ise tam şekilde eksi hücuma sahipler. Teşebbüs.
Saşa Astafurov. Başlar. Seyran Bağırov 20 fərqlərində çox yaxşı edir. Namik Mehmetkarov. Reşengliyev. Abdulov. Başladılar. Yine Namik. Məşhur şansı götürən komandası oynar. Yokla. Yokla. Abdulov. Yine Namik. Samir Abdulov. Websotda ise regionalın 11 nömrəli oyuncusu Rahim Məmmədov zərbə indirdi. Az-azı zərbədə dəqiqlik çatmadı. Hesab elə ki idi. Təşəbbüs 4, regional 2. İman satırmaya da top meydancılığı. Kapisa oynar. Növbəti dəfə. Böyük ihtimal Saşa Astafurov daxil edəcək. 13 nömrəli oyuncu. Elə doldu. Riske etmedi. Regional'ın 3 nömrəli oyuncusu Derman Əliyev top meydana çıxardı. Out. Davidici. Seyran və qalkiper. İki cəhdə Azər Məmmədyan toplanı etdi. Reşengliyev. Out. Regamal. Maris. Barcelona'dan dönüyor. Maalesef. Evet out. Leve teşebbüs. Astafurov. Yine top regional komandasında. Abdulov. Batırmaz sol şanata. Namik Mehmetkarov. Uzaktan yapıyor be. Müdafiəçilərdən baktı bu dəfə. Abdulov yapıyor be. Top kapının üstüne geçti. Son zərbə regionalın 2 nömrəli oyuncusu Samir Abdulov'la geldi. Astafurov yine topu böyle ihtimal uzun ötürmeyle başlayacak ama yok bu defa. Yakında tamamlaşır. Ve nöbeti aldı.
Mehmet Kərimov. Mübariz Yıldırımov. Yeniden top teşebbüs komandasında. Harekette Ramin Muştakov'dan. Avantajı bıraktı takip devam ettiriyorlar. Out, teşebbüs. Astafurov. Ötürmez sol dışına attı. Teşebbüsün 9 numaralı şut var. Kamil oradaydı top. Yafet'in Regional. Mehmet Kərimov ötürmez. Gün zirvesi. Gün zirvesi öncesi. Teşebbüs ve regional komandalarının fanatları. Evet komandalarımızı bir yürekten alkışlayan. Destek olan alkışlayan. Samir Abdullah. Reşen Guleva top çatmadı. Teşebbüsün hücumu. Serhan Bahadırov. Ramin Afudov. Götürme mükemmel. Zerbe lazımdı artık ve Ivanov şansını kaçırdı. Az kalan Vidar Ivanov Ferkin yeniden 3 topa yükselecek. Namik Mehmet Kərimov. Buraya. Samir Abdulov. Zərbe mövqeyi tapdılar və zərbədən sonra isə top kapının üstündən geçti. Teşebbüsün kapitanı Mühünün fanatları bir yürekten alkışlayan. Ekşi şansı olabilir. Yalan kanadasına Nabi Mehmet Kərimov topladı. Mehmet Kərimov uzak bezirdi. Gol! Benzer senaryo 21 yıl önce getirdi. Taraflar berabere bulunacak. Hesapta almayan. Şimdi de DSM beraberliğe yakındı. Mehmet Hükümen Messi regional komandasında. Guliyev. Abdullah. Samir Abdullah'dan. Hoş göz. Samir Abdullah'dan raket geldi. Alıştığımız, daima gördüğümüz kuvvetli zerbelerden birini icra etti Samir Abdullah. Hesap beraberleşir. 4-4. Regional 4. Teşebbüsler. Abdullah'ın goluna ne canı düşer, bir el gösterin değerli futbol severler. Az önce Abdullah'ın muhteşem goluna bir tane alkışlayan. Namik. Yine Abdullah. Taban ötürmesi ama. Namik Mehmet Kərimov. Buraya top meydanına sarmaya çalıştı ama komandasında kalmadı. Marzindirov. Cərmə ilişkisinin en dəvərində yanması yerde qalıb və cərmə zərbəsi. Çox təhlükəli nöqtədən regional komandası standart vəziyyət yenilecek. 4-0'dan geri dönüş etti demək olar.
Regional sadece bir gol lazımdı ki üstünlüğü ele geçirsin. Topun arkasında Zamir Abdulov görürük. Sevdiği noktalar karşısında ise 3 neferden ibaret. Hatta demeler 4. 4 neferden ibaret canlı set var. Abdulov. Hep tapşırır kimi oynadılar ama alamadı. Teşebbüs şimdi top oynayan tarafta. Seyran Bağlov. Gel, konuşma, gel. Ötürmez sağ şatı el alanda. Onun ötürmesi yok. Out. Regional. Namik. Mahir Sayma geldi. Yönetilmesi geliyor. Son teşebbüs kapması. Abdulov. El oyun. Böyle başa kimi el oyna? İşaredir. Saşa Özü. Bu mesafelerden ise zor olmasına bakmayarak büyük ihtimal en seras zerbeler Saşa Aslafurov'a aitti. Ya o yer bitirecek ya da Seyran her ikisi. Çok yaxşı kuvvetli zerbeleri var. Bağrı özü yönetilir. Zerbe yönetildi. Sonunda kalk verin müdahalesi. Namik Mehmet geldi. Mehmet'in var. Ve bu defa doktoru yanına silkeledi. Emil Guryevi'di son zerbeleri verdi. Namik Mehmet Kerimov. El zerbesinden sonra top kapıdan havalı geçti. Teşebbüs 4, Regional 4. Her iki hesap belədir. Seyran. Ha, korkma. Karşı ve çevirmesi. Saşa Aslafurov. Çelme zərbəsini yerine tutuyor. Birbaşa çerçevi. Aslafurov. Bir neçələr görüntülemiştir. Onun bu mesafede çok mükemmel zərbələri var. Az önce Bağırov imkan vermedi bu zərbəni yönetilsin. Bu defa ise özü yönetildi. Ve bunun netice. Teşebbüsü helal. 5-4. Üstünlüğü yeniden teşebbüs kanadasında. Mehmet Kerimov. Şöyle yalar top derhal. İleri ötürdü. Alt yönetilecek. Oraya yanıldı. Regional'ın 5 numaralı oyuncusu toplaydı. Rami Nezimov idi. Tam oyun işaretine hakim. Çerme serbesti. Çerme serbestini Namik Mehmet Kerimov yönetecek. Bu mesuliyeti özlerine götürür. Regional'ın 10 numaralı oyuncusu. Çerçeveni çok yaxşı görür Mehmet Kerimov. Namik ve tutardı. Elə onu deyirdim ki, çerçeveni her zaman çok yaxşı görür Namik Mehmet Kerimov. Yine hesap beraberleşti. Bu defa da golün müəllifi Namik Mehmet Kerimov oldu.
Hesap yine beraberdi. Bence bu oyunun galibini mühendisleştirmek için daha 21'i gözlemek lazımdır. Hele de komandalar beraber mübarizə aparar. Eyni güclə mübarizə aparar. Bu gedişle təqribən bir həftə sonra galib müəyyənləşəcək. Hesap teşebbüs 5, regional 5. Komandaların bu cür mübarizəsini gelin birlikte alkışlayalım. Əsil, film kimi oyun istədilər bizə. Hər iki komandaya Əhsən, həqiqətən də möhtəşəmsiz. Abdullah. Astafurov daha önce. Astafurov topunmuşlar. Son topumuş ise 11 nömrəli oyuncu təşəbbüsdən Ceyhunman oldu. Ferman Əliyev bitirmə. İlham Quliyev. Mehmet Kerimov. Yine İlham. Geriye Ferman Əliyev. En solda hiç kes yok idi komandalaşlarından top teşebbüs komandasında. Rami Nezimov. Yuvar Zildırımov. Abdullah. Komandalaşılı oynuyor. Guliyev. Samir Abdullah. Gün zərbəsi. Regional növbəti gün zərbəsi yerinə bilir. Namik. Canısı sadaqlı oldu. Zərbə indirdi. Regional hesabında. Saşa Astafurov komandalaşla oynuyor. Seyran Bağırov. Az önce ötürme şekliydi bu. Emir Guliyev pressing teklif edilir. Yallah Sevdan Bulov Emir Guliyev'den. Mübariz Yıldırımov. Yine Abdullah uzaktan yokluyor ve topraktan bir işi fırtınıdır havalara gitti. Çok tehlikeliydi. Mübariz Yıldırımov. Hamid Mehmet Kerimov yere top. İlham Guliyev'in pressingi var ve out teşebbüs. Saşa Astafurov. Bitirmez sağ şanında. Ömer Enziyev'iydi. Az önce Emir Guliyev. Seyran Bağırov. Top oynamak edecek. Abdullah. Samir Abdullah. Guliyev'den önce Astafurov topuna kondu. Top regionalın düşergesinde Ferman Əliyev. Gündüz çetirme ve out teşebbüs. Astafurov.
Zeynep Ağrol. Kömür oyun çelmez. Çok tehlikeli noktadan cəlmə zərbəsi yönetecek teşebbüs ve yine az önce bir ola ki bu nöqtələrdən hətta daha uzaktan Saşa Astafurov rəngləmişdi. Yine yeni nöqtədən de Balaş cəlmə zərbəsi yönetilecek. Saşa yokla. Saşa Astafurov. Çok tehlikeliydi. Gel. Out. Teşebbüs. Saşa Astafurov. Dokunuş var idi ve out. Yine teşebbüs. Regional altın. Teşebbüs 5. Bizim özümüze laboratuvarda ki meydanda hansı komandanın daha çok fanatı var? Regional komandasının fanatları. Bir gürültülü alkış Səhmət Amasa. İndi ise teşebbüs fanatları. Komandanızı destek olun. Yani beraber. Hazırki İsrail'ler sanki beraber karşılaşmadan. Hesap ise 6-5. Regional'ın üstünlüğüyle devam edilir maç. Sıra hesabına çarptırdı. Mustafa Seyran Bağlı. Buraya. Neden top teşebbüste? Altın ömreli oyuncu. Memur Ezgi basısı. Sağ şınakta. Ve kapı tiri. Yine bağlı. Bir gana bağlı. Teşebbüs. Memur Ezgi. Anzer Mehmet Yağmur. Maskeler sola yakınlaşır. Hem üstünlüğü regional komandası ele geçirir. Buraya. Kafa mümkün olmadı. Vaktinde kaldı. Kapsın terk edecek. Emre Ezgi. Kalk bir müşrik sası futbol edecek. Ve ileride uzun kırmayla Astafurov. Hayır, evet al. Buraya. Ne var şeyler mi? Şartlarda topa. Emir buraya. Mustafa top.
teşebbüs komandasında. Astaghfirullah. Yoxla! Şentay! Out. Elon meselesi. Astaghfirullah. Sonraya gireriz. Her şey yaxşı müsaadene yaklaşır. Beraberliğe çok yakın idi teşebbüs. Netice meselesi yönetilmiş aşağısı. Out, teşebbüs. Sasha! Astaghfirullah. Bir dakika Serdar da Doğu Peygamber Adamı. Haydi oraya gidiyorlar. Buraya. Sen buraya. Buraya bir sarıldı. Ötüne de mükemmel. Gayet ters olmuş. Ters olmuş. Gola mani oldu. Kim zarbesi yönetilecek? Regional. Sasha Astaghfirullah. Elon Çermez Emeser. Kesap, Regional 6, teşebbüs Bey. Out, Regional.
Son zərbə Rəhim Məmmədovdan gəldi. Regionalın 11 nömrəli oyuncusundan. Maçın son 5 dəqiqəsi daxil olur. Zeynən Bağırov. Asafrov'la karşılayışı var. Regional komandasına geçti. Mehmet Ağut. Teşebbüs. Astaporov. Hemen enteresan ama kimden şansı verdi? Şu şansı olabilir. Regional kamerası için olabilir. Kapıyorlar üzerine. Kurtarma kulübü. 7. gol oldu Regional. Üstelik bu dakikalarda 2 top başlattı. Regional'da golun müellifi 5 numaralı oyuncu Ramil Ezimoğlu'ydu. En çatmaz dövdü Malaga. Çok uzak bir dövdü Malaga. Ramil Ezimoğlu. Hesap 7-5. Son 4 dakikaya 2 top üstün yollamış Regional. Mayasar pası bitirdim. Emre Gulayev. Başlasın bunu. Yine dikkat merkezinde Seyran Bağırov idi. Şuradaki Azer Mehmet Yanlı'da mövqeyinde ayağına çıkış etti. Gün zirvesi. Teşebbüs. Saşa Astafurov. Bir degan ötürme ve out. Regional. Namik Mehmet Kerman. General Akif. Şansı verdi. Zerbe basıyor. Vurur be. Benim ne edeceğini artık okumuşlar. Gün zervesi. Az önce Ramil Akbul idi. Öyle geldi. 17 numaralı oyuncu. Kasiyeden ettirme. Anar Mehmet. Saşa Astafurov. Bu ne güzel tutmaydı Astafurov'la. Ne güzel kavradı. Ramil Uçtanov. Golun herifi 3 numaralı oyuncu Ramil Uçtanov. 7-6 Belki Cumhuriyeti. Az kalıp tedeli. Seyran Bağırov. Bağırov oynuyor. Yine Seyran be. Hemen bir rakip penaltı ötesine. Oyuna geri dönüşü. Ne boş verir. Yine bir maç beraberliğe gidecek. Yine 21'i gözleyecek. Etraflarda olmayacak. Ama büyük ihtimal tercümeli hakim kararını değişmeyecek.
qarşısında penaltini kim yönetilecek? Ramil Akundov. Beytullah yönetilecek. Aşağı topu. Seçim qarşısında var. Ki çok əhəmiyyətli bir epizoddur. Qaçırsalar belki de son şansları olacak. Leyla, dostlar sabırsın. Ramil Akundov. Teşebbüsün 17 numaralı oyuncusu da kapitana. Mühür vuracak birazını. Ramil Akundov. Herkese teşekkür ederim. Nurim Meri. Şemli Gurt'a teşekkür ederim. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks. It's a mass, spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're with my time, you're delirious, mysterious, because you are behind a fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. Riding high when I was king, I played it hard and fast, lies I prepared. I walked away, you want me there. Easy come and easy go anyway. So into my feet, I did go right into my feet, you got me know. Into my feet, let me know what I can do. Let me go, I'm over you, I don't wanna lose you. Bir daha bu
möhtəşəm qarşılaşmanın təşkilinə görə regional sosial təşəbbüslərə dəstək ictimai birliyi sədri Emir Maqalova təşəkkür edirik. Həmçinin King Şilov restoranının Nüsrət bəyə, Sosial Plus media xidmətləri Evlar bəyə, Gori Media Group Samir Bayramova təşəkkür edirik. İdman geyimləri Mahir Fəddahova təşəkkür edirik. Bu möhtəşəm layihənin icrasına görə əmək olan hər kəsə təşəkkür edirik. Sizinlə mən idim. Turan İskəndərov. Hələ. Yanımızda Samir Bayramovdur. Bu möhtəşəm layihənin icraçılarından biri. Samir bəy təşəkkür edirəm. Həqiqətən də çox möhtəşəm keçdi ab-hava. İnanılmaz keçdi ab-hava desək, yanılmaram. Öz layihəniz haqqında birlikdə əməkdaşlıq etdiyiniz şəxslərlə bu layihə necə? Xoşunuza gəldimi? Bəli, bu əvvəlcədən yəni sizə təşəkkür edirəm. Deməli bu necə başladı bu məsələ? Yəni bizim ağsaqqal uşaqlar ki var, hansı bir yerdə böyümüşük, onlar bir mənə müraciət elədilər. Mən də fikirləşdim ki, bunu bir yəni ictimaiyyətləşdirək və bu məsələdə mən Maqalov böyük qardaşım mənə dəstək oldu. Biz yığışdıq bir araya və narkotika yox dedik. Mən elə eğer ki biz bunu yəni mükəmməl şəkildə eləyə bildik. Küçə futboludur. Yəni əlimizdən gələn elədik ki, hər şey yaxşı olsun. Hər birinizə təşəkkür edirəm. İctimai Təşkilat Birliyinə də təşəkkür edirəm. Media Plus qrupuna da təşəkkür edirəm. Sonra bizim Türkiyədəki Mahir Fəttahova təşəkkür edirəm. İndi kimlərsə yadımdan çıxsa, üzrlü saysınlar. Bir də gələnlərə hər birinə təşəkkür edirəm karafe oyunçulara. Mən istərdim mən də Maqalov da bu məsələdə bir öz fikirlərini bildirsin. Böyük qardaşımız. Buyursun. Emir bəy, doğrudan çox möhtəşəm ab-hava. Sizin də təbii ki bu işdə çox böyük əməyiniz var. Təşəkkür edirəm hər şey üçün. Fikirləriniz necədir və sizcə qalib daha 21 il sonra məlum olacaqmı? Sağ olun. Bir daha xoş gəlmisiniz. Əsas məsələ burada bir 100-dən çox yeniyetmə var idi. Onlar narkotika yox dediyimizi gördü və digər vaxtı bu məsələnin ardını davam eləyəcək və əlbəttə ki bugün 7-7 olmağı bunun yenidən canlanmağına göstərəcək. İnşallah. Bir daha minnətdarıq hər birinizə. Çox sağ olun ki, bu möhtəşəm havanı həm Sumqayıt şəhərinin əhalisinə, həm də bizlər üçün də yaşatdınız. Uğurlarınız daima bol olsun. Bir kəlmə də deyim, DJ əvəzə də yəni mən təşəkkür edirəm, DSNT-yə təşəkkür edirəm, minnətdarım. Sağ olun. Ramil bəy, sizə Mən bir daha bu gözəl oyuna görə Regional Sosial Təşəbbüslər qrupuna, Dorimer ailəsinə, bütün zəhmət çəkən sizlərə dərən minnətdarlığımı bildirirəm. Bir daha biz əsas oyunun mənbəyi deməli narkotika yox, həmişə sağlam olaq, həmişə belə gümrah olaq, həmişə belə gənclərimiz gələcəkdə də biz yaşa çatanda belə idmanla böyüsünlər. Çox sağ olun, təşəkkür edirəm. Bütün əziyyət çəkən, bütün bizi dəstəkləyən insanlara təşəkkür edirəm. Çox sağ olun, Allah razı olsun. Bundan da sonra belə bir gözəl günlərdə görüşək. Minnətdaram, təşəkkür edirəm. İndi isə tam 21 il yaşı olan bu forma dəstəyi 2001-ci ildən qalan həmin mərkəzi qarşılaşmadan bizə forma dəstəyi hədiyyə olunur. Təşəkkür edirəm Samir bəyə və onun atasına. Siz də həmin oyunda iştirak etmişdinizmi? Bəli, bəli. Mən doğrudan da ürəkdən oldu. Çox sevindim. Çox gözəl idi. Neçə gol vurmuşdunuz? Mən orada baxırdım. Mən baxısı kimi. Mən bəli. Hədiyyəniz üçün çox sağ olun. Bu getdi Meydanda TV-nin muzeyinə. Təşəkkür edirəm. Sağ olun, minnətdarım. Var olun.